Böyük Səlcuqluya, bəli, Qaraxitaylar döyüşdə darmadağın edirlər. Sonra zaten Səlcuq Səncə sağ qalır. Onu Oğuzlar özləri öz xalq əsir götürür. Hətta belə maraqlı bir şey eşitmişəm, YouTube-dan eşitmişəm, mənbəm yoxdur. Səncəri həbsə, qəfəsə qoyublar. Hər Oğuz keçəndə baş əyirmiş, sonra keçirmiş o qəfəsdəki hökmdarına. Yəni bu çox gülməli bir şey. Yəni hökmdar da elə də. Amma xahiş edirəm oradan çıxma. Orada da yaxşı hökmdarsan. Belə baxırmışdım. Gör çox belə pis. Niyə görə türklər Allahdan sonra ən çox Moğollardan qorxur? Çünki türklərin canını oxuyublar bir növ. Baxın, ən güclü dövlətlər, tayfaların dulları, Nayman tayfasına, o tayfa, bu tayfa, Toğrul şah. Onlar aydındır. Onlar bildik. Xarəzmşahlar o dövrün aparıcı imperiyalarından biridir. Qorxunc bir imperiyadır, böyük bir ordusu var. Bir də görsən yoxdur. Hər tərəfdən girirlər. Xarəzmşahlar nıqqı batır ifadəsi var. İmperiyanın nıqqı batır. Yəni imperiya dirəniş göstərə bilmir. Sayı da çoxdur. Məhəmməd şah da, yəni Xarəzmşah, Məhəmməd Xarəzmşah da düzgün, yəni lider, Xarəzmşahların hökmdarı. Düzgün taktika yürütmür təbii ki, amma Monqollar o qədər tez bunu bitirir ki, elə belə də olmalıymış. Burada bir dənə dövlətin adını çəkdim. İkinci, Dəşti Qıpçaq çöllərinin hakimləri Qıpçaqlar. Qıpçaqlar darmadağın edirlər. Qıpçaqlar qaçır Macaristana, Rumuniyaya. Gəlin Azərbaycana hələ. Azərbaycana gəlirlər. Atabəyləri yox eləyirlər. Atabəylər qabağına durmur mən bilən. Yox, durub. Qaçıb əlincə qalasında ikislərlər. Döyüşə bilməyiblər, bəli. Ziya Bünyadova istinad eləyim. Atabəyləri məğlub eləyirlər və Atabəylərin sonuncu hökmdarı Özbək xanı Əlincə qalasında əsir götürürlər. O Moğolların komandanı həmin gün toy məclisi qurur və Özbək xanın xatununu özünə arvad edir. Ondan sonra Özbək xan səhv eləmirəmsə intihar edir. Ondan sonra öldürür özünü. Amma məncə bu bir rəvayət də ola bilər. Məncə bu Cəlaləddin Xarəzmşahla əlaqəlidir. Bu bir rəvayət də ola bilər. Amma bu Ziya Bünyadova istinad elədim.